Gedirik Masazıra, orada bir torpaq sahəsi çıxıb satışa. Salam əziz kanal izləyiciləri, gördüyünüz bu Badam Villa yaşayış kompleksinin yanında Masazırda 10 sot və 18 sot torpaq sahələri hasarın içərisində sizə təklif edirəm. Tam olaraq bax bu Badam Villanın yaxınlığında yerləşir. Əziz dostlar, bingo! Masazır gölü mənzərəli 3 dənə torpaq sahəsi. 1, 2 və 3. Hər üçü 10 sotdur. Hər üçü çıxarışlıdır. Bu da içərisi. Üçü də eynidir. 3 dənə torpaq sahəsidir. Ətrafında villalar. Çox belə baqat bir küçədir. Bu da görürsünüz. 3 dənə ayrı-ayrı torpaq sahəsi. Əziz dostlar, mənim boyum 1.75-dir. Mən durduğum ərazidən rahat şəkildə Masazır gölünü görürəm. Gördüyünüz kimi. Bax, buradan çəksəz daha rahat görsənir. Və görürsünüz Masazır gölünü. Bu hissə isə Badam Villa yaşayış kompleksidir. Gördüyünüz kimi. Bax, qırmızı damları olan Badam Villa yaşayış kompleksidir. 18 sot torpaq sahəsidir. Kuruqom hasarın içərisində. Hasar da gördüyünüz kimi beton armaturla toxunub möhkəm bir hasardır. 30 metrə, 31 metrə eni, 18 metrə, 61 metrə uzunudur. Bu torpaq sahəsini rahat 3 hissəyə bölə bilərsiniz. 6, 6, 6. İstəsəz 4, 3 sotları da bölə bilərsiniz. Əgər siz torpaq alıb ev tikib satırsınızsa, yəni tikinti işinlə məşğulsuzsa, sizə də yarayır. Əgər siz, məsələn, 3 dost, 3 yoldaş torpaq alıb bölüb ev tikmək istəsə, sizə də yarayır. Çox gözəl bir küçədir, asfalt küçədir gördüyünüz kimi, qabağı asfalt küçədir. Birbaşa çıxdın, təzə yola çıxırsan. Bir də ki, layihələri bilirsiniz, buradan Sibrizə təzə yol çəkilir və bu yol aktualdır, şəhərə yaxındır, Badam Villaya yaxındır, Masazır gölünü görür. Masazırın da havasından danışmağa ehtiyac yoxdur, yodlu havadır, hər şey əladır Masazırda. Bu torpaq sahəsinin sotunu mən sizə təklif edirəm, sotuna 15.000 manatdan.